isə fitnesin anatomiyası və əzələlərdir. Burada da mən sizə açım və görəcəksiniz ki, diaqnoz, hansı diaqnozlarda onu etmək olmaz, hansı diaqnozlarda isə etmək olar. Hansı əzələ işləyir, hansı əzələ dincəlir, hansı xəstəlikdə hansı əzələni işlətmək olar. Yoxsa o əzələni əgər mən bir oxuyum sizə, hərəkətlər aşağıdakı kimi yerinə yetirilir, hərəkət düzgün hesab edilir, hərəkət qeyri-düzgün hesab edilir, hərəkət zamanı aşağıdakı əzələlər işləyir. Bu diaqnozlarda bu hərəkətləri etmək olmaz. Çox rahat bir kitabdır, əldə ediləcək. Siz bu kitabda baxacaqsınız ki, sizə verilən bu hərəkət sizə göstərişli yoxsa yox. Burada göstəriş və əks göstərişlər öz yerini tapıb. Baxacaqsınız kitaba ki, mənə növbəti hansı hərəkəti verdilər. Bu hərəkətə göstəriş nədir, əks göstəriş nədir? Özünüzdə olan diaqnoza uyğun siz o hərəkətləri tarazlayacaqsınız ki, bu mənə əks göstərişdir, mən bunu yerinə yetirməyim. Baxın, hansı əzələ işləyir? Eləmək olar, eləmək olmaz. Diaqnozunuza uyğun, özünüz burada diaqnozda yazılıb, göstəriş də yazılıb, əks göstəriş də yazılıb.